İstəmək yoxsa manifest etmək? Təbii ki, manifest eləmək. Çünki istəmək ehtiyacın var frekansını yayır. Məsəl üçün, bu hal-hazırda məndə yoxdur, amma mən bunu istəyirəm. Bu enerjini yaydıqda avtomatik biz qıtlıq frekansında olduğumuzu bildiririk. Amma manifest etməkdə, yəni manifestimizi kodladıqda bu enerjini ötürürük ki, mən buna sahibəm və bunu mənə gəlməsi üçün bütün yolları, bütün şansları dəyərləndirəcəm deməkdir. Boşu-boşuna istəyib kənara çəkilmək heç bir şey vermir. Adətən insanlar elə düşünür ki, manifest eləmək, mən nəyisə yazdım, nəyisə kodladım, oturdum kainatdan bir şey gözləyirəm deməkdir. Xeyr, manifest eləyəndə sən artıq istəyini dəqiqləşdirmiş olursan, ona inanaraq, ona o frekansı yükləyərək sadəcə istəmiş olursan. Amma artıq burada o frekansı ötürmürsən ki, bu məndə yoxdur, mən bunu istəyirəm. Bu frekansı ötürürsən ki, bu məndə var. Çünki artıq varmış kimi düşünməyə başlayırsan, varmış kimi yazmağa başlayırsan. Varmış kimi olanda şuuraltı inanır ki, o səndə var. Şuuraltı buna inanandan sonra zaten işin asan hissəsi başlayır. O frekansı ötürürsən, artıq istəklərinlə, niyyətlərinlə eyni frekansı titrəşdirirsən. Ona görə də manifest etmək.